Turniketdən keçərək artıq bir neçə ildir yerli və ona yaxın xarici ölkədən tələbələrin təhsil aldığı universitetə daxil oluruq. Burada bir tərəfdə dərslərdə iştirak edən, digər tərəfdə isə layihələr üzərində çalışan, ünsiyyət quran və aktiv tələbə həyatı yaşayan gənclərlə qarşılaşırıq. Bir tərəfdə Azərbaycan, digər tərəfdə İtaliya təhsil modeli və hər iki təhsil modelinin birləşdiyi İtaliya-Azərbaycan Universiteti. Və qarşısına dayandığım bu universitetə son illər həm yerli, həm də xarici tələbələrin xüsusi marağı var. Məhz ölkə başçısının bir neçə gün öncə İtaliyanın baş naziri ilə görüşündə də burada təhsil alan tələbələr xüsusi vurğulandı və qeyd olundu ki, qısa müddətdə yaradılmasına baxmayaraq artıq burada 500-dən çox tələbə təhsil alır. Bəs onları bura gətirən səbəb, maraq nədən ibarətdir? Müsahibəmizə İtaliyadan gələn Nikolas Lukari'dən başlayırıq. O, Bologna Universitetinin maliyyə ixtisası üzrə magistr tələbəsidir və hazırda mübadilə proqramı çərçivəsində təhsilini burada davam etdirir. Nikolasın sözlərinə görə onu bu universitetə gətirən əsas səbəb fərqli mədəniyyətləri yaxından tanımaq, yeni biliklər qazanmaq və beynəlxalq təcrübəsini genişləndirmək imkanı olub. Bura mənə MBA magistr proqramında iştirak etməyə imkan verən yeganə universitet idi. Digər universitetlərdən fərqli olaraq bu universitet mənə bu fürsəti təqdim etdi. Burada olduğum, oxuduğum və ən yaxşı professorlardan öyrəndiyim üçün çox minnətdaram. Düşünürəm ki, buradakı infrastrukturun və dərslərin keyfiyyəti kimi professorların da keyfiyyəti çox yüksəkdir. Növbəti müsahibimiz isə İtaliyadan olan Francesco Ferrazzo'dur. O, burada beynəlxalq təhqiqatlar üzrə bakalavr təhsil alır. Francesco hesab edir ki, universitet iki ölkə arasında yeni əlaqələrin qurulmasına və tələbələrin fərqli təcrübələr qazanmasına imkan yaradır. Ölkələrimizin bir-birinə çox yaxın olması xoşuma gəlir. Həmçinin yeni universitet üçün yeni tərəfdaşlıqları da bəyənirəm. Bakıdan, Azərbaycandan, bu universitetdən olan insanların öz təcrübələrini artırmaq və yeni çağırışlar üçün İtaliyaya getməsi yaxşı haldır. Eyni ilə mənim kimi. Çünki onlar buradan Avropaya gedərək tamamilə fərqli bir ölkədə yeni təcrübələr qazana bilərlər. Qeyd edək ki, İtaliya-Azərbaycan Universiteti təşəbbüsü 2022-ci ildən başlayıb. İlk tələbə qəbulu isə 2023-cü ildə magistr proqramı üzrə həyata keçirilib. Layihə Ada Universiteti ilə İtaliyanın aparıcı ali təhsil müəssisələrinin əməkdaşlığı əsasında yaradılıb. İtaliya-Azərbaycan Universitetində hal-hazırda 640 tələbə tədris alır və onlardan təxminən 100-dən artığı magistr tələbəsidir, qalanları isə bakalavr tələbələridir. Onlar bir neçə fakültələrdə tədris alırlar. Dizayn və Memarlıq Fakültəsi Milan Politexnik Universiteti ilə birgə bizdə qurulub və orada bakalavr tələbələri tədris alır. Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsi İtaliyanın Bologna Universiteti ilə birgə qurulub və orada həm bakalavr, həm magistr tələbələri tədris alır. Bundan əlavə Ada Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin nəzdində Turin Politexnik Universiteti ilə birgə ikili bakalavr diplom proqramı tədris olunur. Hazırda universitetdə 640 tələbə təhsil alır. Onlardan 100-dən çoxu magistr, digərləri isə bakalavr pilləsində oxuyur. Bəzi proqramlar ikili diplom əsasında qurulub. Tələbələr təhsillərinin bir hissəsini İtaliyada davam etdirmə imkanı da əldə edirlər. Toğrul Quluzadə, İbrahim Yusifli, İTV Xəbər.